Ruhani formasını qurmaq mümkün olmayacaq. Əgər biz bütün istəkləri birləşdirməsək, bütün fikirləri, bütün bizdə olan xüsusiyyətləri bir formaya birləşdirməsək, bir obraza, bir şəklə, təsvirə birləşdirə bilməsək, bu mümkün olmayacaq. Başqa sözlə, əgər biz bütün sınmış, dağılmış bir adamın, bir insanın hissəciklərini birləşdirsək, yəni onlar öz içinə, öz daxilinə bütün əməlləri, istəkləri və düşüncələri daxil edir. Yəni təsəvvür etdiyiniz hər bir şey, yəni reallıqda mövcud olan hər bir şey özündə təzahür edir və biz bütün bunların hamısını birlikdə birləşdirəndə onların arasında ümumi olan nədir? Yəni yaradana vermək forması. Biz bunu qururuq və bu zaman bütün bu qarşılıqlı zid olan şeylərdən biz hər bir şeyi yaradana həzz vermək üçün həmin bu yönəmə yönəldəndə axı yaradan da mövcud deyil. Amma bizim olan birlik, bizim olan əlaqə, aramızda olan əlaqə o yaradana çevrilir. O oraya, yəni gəl və gör. Və o zaman siz məni yaratdığınız anlayışı həyata keçir və bu cür biz yaradanın yaradılışları, açılışını, aşkarını təzahür edirik, görürük və biz bu elə bir hala gəlirik ki, bütün bu münasibətlər, əlaqələr bizə mükəmməl bir obraz verir və buna yaradan deyilir. Və onun üstündə isə əlbəttə ki, ali kök var, ali qüvvə var, biz onu qavraya bilmirik. Nə qavraya biliriksə, qavraya biləcəyimiz isə odur ki, o bizim göstərdiyimiz münasibətlərdə, göstərdiyimiz səylər nəticəsində olan bir şeydir.